Mən Kərmov Elşən Əzimoğlu, Laçın Fərraş kəndində anadan olmuşam. 1992-ci ildə qaçqın düşmüşük. 1 yaşımdan buradan köçməyə baxmayaraq mən həmişə buranın arzusunda olmuşam. Vətən müharibəsində qazandığımız zəfərdən sonra bura böyük qayıdış olub, böyük köç olubdur. Hal-hazırda da burada ailəmlə birlikdə yaşayıram. Mən köçdükdən sonra bir işlə məşğul olmalıydım. Mən də gəldim Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Məşğulluq Agentliyinə Azərqazı İstehsalat Birliyinin təşkil elədiyi əmək yarmarkasında iştirak elədim. Baxdım ki, vakansiyalar var, işlər var və öz xoşladığım peşənin birində özüm müraciət elədim. Məni işə qəbul elədilər, amma 2 ay peşə hazırlıq kursunda iştirak eləməliydim və iştirak elədim də. Hal-hazırda da 1 aydır Qarabağ Regional Qaz İstismar İdarəsində təmirçi silingər kimi işləyirəm. Mən buradan işçilərə səslənirəm. Gedin Dövlət Məşğulluq Agentliyinə müraciət eləyin. Əmək yarmarkalarında, peşə hazırlıq kurslarında iştirak eləyin, özünüzə uyğun peşə tapın, işləyin.